كتب عليكم إذا حضر أحدكم الموت إن ترك خيرا وصية للوالدين والأقربين بالمعروف حقا على المتقين فمن بدله بعدما سمعه فإنما اسمه على الذين يبدلون إن الله سميع عليم. Quran bizə həyatın hər anını nizamla yaşamağı öyrədir. Bəqərə surəsinin bu ayələrinə diqqət edin. Allah Teala buyurur, sizin hər birinizə ölüm gəldiyi zaman, əgər bir xeyir, yəni mal, dövlət qoyub gedirsinizsə, valideynləriniz və yaxınlarınız üçün ədalətli bir şəkildə vəsiyyət etmək vacib qılındı, vacib olundu, vacib yazıldı. Baxın, İslam dini insana deyir ki, sən öləndən sonra məsuliyyət daşıyırsan. Allah bu ayədə mal, dövlət üçün xeyir kəlməsini işlədir. Bu nə deməkdir? Yəni, İslam var dövlətə pis baxmır. Əgər sən malı halal yolla qazanırsansa, o artıq mal deyil, xeyirdir. Və bu xeyri elə bölüşdürməlisən ki, səndən sonra ailən də qohumların arasında narazılıq yox, məhəbbət qalsın. Ayədəki kutubə yazıldı sözü göstərir ki, yəni biz vəsiyyətin vacibliyinə baxsaq, bu yazıldı sözü göstərir ki, bu iş sadəcə bir tövsiyə deyil, bu pəhrizkar insanların, yəni Allahdan qorxanların üzərində olan bir haqqdır. İnsan gərək dünyadan köçəndə arxasında qaranlıq məqam saxlamasın. Biz halal sərvətə baxdıqda ayədə mal yerinə xeyir deyilməsi bir mesajdır bizə. Yəni, İslam halal zəhmətlə əldə olunan sərvəti bir nemət sayır bizim üçün. Vəsiyyət isə bu nemətin doğru yerə çatmasıdır. Ayənin ardında ki, biz baxsaq vəsiyyətin toxunulmazlığına, ayənin ardında Allah xəbərdarlıq edir ki, kim bu vəsiyyəti eşitdikdən sonra onu dəyişdirərsə, bunun günahı yalnız onu dəyişdirənlərin boynundadır. Odur ki, əzizlər, bir insan son iradəsi ilə oynamaq böyük cinayətdir. Allah hər şeyi eşidəndir və Allah hər şeyi biləndir. Bu ayələrdə Allah bizə ədaləti və əmanətə sədaqəti vurğulayır. Bizə deyir ki, ailə bağlarını maddi məsələlərə görə qoparmağa icazə verməyin. Vəsiyyət etmək həm də bir məsuliyyətdir bizim üçün. Məsuliyyətdir ki, İnsan sağlığında hər kəsin haqqını müəyyən etsin, müəyyən edə bilsin. Sabah kimsə kimdənsə narazı qalmasın deyə. Allah bizləri əmanətə xəyanət edənlərdən deyil, ömrünü xeyir üzərində qurub, dünyadan üzü ağ köçən bəndələrdən qərar versin, bəndələrdən etsin bizləri. Amin.